Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə bu gözəl uşaqlar üçün bu gözəl papağın toxunuşunu göstərəcəm. Deməli, bunun üçün bizə lazımdır uşaqlar üçün olan iplərdən hər hansı marka bir ip fərqi yoxdur. Mən Alize Best Baby'dən istifadə etdim. Deməli, əgər belə başlığını qoymaq istəyirsinizsə, özünüz də hazırlaya bilərsiniz, hazır da ala bilərsiniz. Mən bugün hazırını qoydum. Deməli, topuz hazırını qoydum. 3,5 milli ipimin mən qalınlığına uyğun ipdən istifadə etdim. Belə. Deməli, bu uşaq üçündür. Mən çox böyük toxumadım. Çünki istifadə edəndə istər-istəməz genişlənir. Siz çalışın ki, uşağın başının ölçüsünü və ya da böyük uşaqlar üçün, balaca uşaq fərqi yoxdur. Başının ölçüsünü ölçün, o ölçüyə uyğun toxuyun. Deməli, mən toxuduğum 36 başının ölçüsü, dairənin ölçüsü 36 millidir. Santıdır. Milli dedim, 36 santıdır. Deməli, 36 santı ölçdüm. O ölçüdən istifadə etdim. Deməli, belə. Uzunluğunu da istəyirsiniz deyim. Uzunluğu isə deməli tam baş tərəfindən qoydum. 28 santıda hündürlüyüdür. Ola bilər ki, sizin toxuduğunuz ipin deməli qalınlığı daha qalın olsun. Ona görə də siz yaxşısı budur ki, metrə ilə ölçüb metrəyə uyğun mən dediyim ölçülər toxusanız daha yaxşı olar. Çünki istədiyiniz ölçünü metrə ilə ölçəndə daha yaxşıdır. Bəzi adam ola bilər ki, daha qalın ipdən, ola bilər ki, mən istifadə etdiyimdən daha da nazik ipdən istifadə olunsun. Ona görə də deməli, ilmələrin sayına uyğun zincir çəkib toxuyanda bizim ölçülərimiz uyğun gəlməyə bilər. Ona görə də santı ilə ölçsəniz, metrə ilə ölçüb hazırlasanız, o daha uyğun olar. Beləliklə, keçək papağımızın toxunuşuna. Əgər əl işlərimdən ilk xəbərdar olmaq istəyirsinizsə, bildirim zilini aktiv edin ki, zınqrov işarəsini aktiv edin ki, əl işlərimdən ilk siz xəbərdar olasınız. Beləliklə, keçək papağımızı toxumağa. Buyurun. Xanımlar, papağı toxumaq üçün mən 3 milli milçədən istifadə edəcəm və Baby Best, Alize Baby Best uşaq üçün anti-peeling ipdən istifadə edirəm. Bu uşaq ipi olduğu üçün, bu uşaqlara anti-peeling olduğu üçün heç bir narahat etmədiyi üçün uşaqları bu ipdən istifadə edirəm. Deməli, mən bu zincir demək olar ki, 56-58 zincir çəkim təxmini uşaq papağı olduğu üçün deməli təxmini çəkirəm. Uzunluğunu təxmini baxaq, zincir çəkək, 58 zincir çəkək. Demək, zinciri çəkməyin üsulunu da sizə göstərim. Deməli, formada qoyuruq. Bunun içindən formada çıxardıram. Belə bunu düyün elədim. Daha sonra 58 zincir çəkirəm. 1, 2, çox sıx da çəkməyin, çox boş da çəkməyin, orta. 3, 4,
5, 6, 7, 10. Deməli 58 çəkdim. Siz bunu istəsəniz, məsələn, başqa bir papağın üstündə toxuyacağınız, məsələn, uşaq papağıdırsa, uşaq papağının üstündə qoyun, ölçün. Məsələn, görün, böyüklüyü o papaqla uyğun gəlirmi, uzunluğu o papaqla uyğun gəlirmi? Əgər o papaqla uyğun gəlirsə, deməli, belə toxumaq olar. Məsələn, mən 58 zincir çəkdim. 58 zincir çəkdim. Daha sonra deməli 1, 2 zincirdə artıq çəkirəm. Başına doluyuram. 2 ilməni qoyub, üçüncünü götürdüm. 3 oldu. Deməli, bu üçüncünü bu ikisinin içindən çıxardıram. Daha sonra bir də doluyuram. Götürdüm. Üçüncünü çıxartdım. Bu üçüncünü bu ikisinin içindən çıxardıram. Bu formada götürdüm. Belə. Sonda 8 ilmə qalana qədər bu formada gedirik. 8 ilmə qalana qədər bu formada eləyirik. Götürdük. Ben sizə daha açıq göstərim. Götürdüm. İlmənin içine salıram. Bu ikisinin içindən çıxardıram. Bir daha götürdüm. Növbəti çıxardıram. Bu ikisinin içindən. Bu birini, bu ikisinin içindən. Gördüğünüz kimi biraz çətinliyi olur bəzən. Çalışın ki birinin içindən 2 dəfə keç salmaq, bir ilmənin içindən və yaxud da ki arada qalmasın. Götürdüm. Formada çıxardım. Götürdüm. Saldım. Çıxardıram. Götürdüm. Formada. Deməli, çox sıx toxumayın. Çox sıx da toxumayın. Çox boş da. Normal şekilde saxlayın. Normal şekilde toxuyun. Deməli, bu formada göstərdiyim kimi, deməli, başda 8 ilmə qalana qədər toxuyursunuz. Daha sonra 8 ilməni göstərəcəm necə toxumaq lazımdır. Bu formada sona qədər toxuyaq. Sonda 8 ilmə qalana qədər toxuyaq. Sona qədər gəldik.
Deməli, yenə də göstərirəm. Başına doluyuruq. İlmeği saldım. Çıxartdım. Başına doluyuram. Götürdüm. İkisinin içinden çıkardım. Başına doluyuram. Növbəti boşluqdan götürürəm və ikisinin içindən götürdüm. Çıxardım. Götürdüm. Çalışın ki arada ilmek kalmasın. Götürdüm. İkisinin içinden çıkardım. Bir, iki, üç, dört, beş, altı, yedi, sekiz. Deməli, indi 8 ilməmiz qaldı. 8 ilmək. Deməli, 58 ilməkdir. 50 ilməni toxuduq. 8 ilməmiz qalıb. 8 ilməni necə toxuyuruq? Deməli, bunu belə götürürük. Başına dolamadan götürdük. Bu formada. Növbəti boşluğa giririk. Götürdük. Bu formada. Bir daha götürdük. Bu formada. Her birinin içinden götürürük. Formada. Deməli 8 ilmeğin içinden götürdük. Belə. Deməli 1, 2, 3, 4, 5, 6 bitirdik. Daha sonra deməli bir zincir çekirik. Kaydırık geri. Geri döndük. Geri döndük. Bu ilmələrin deməli hər birindən götürürük. Biraz sıxdığıma görə çətik girmək olur. Demək, arxa qanadından götürdüm. Belə içindən hər birinin arxa qanadından götürürəm. Çıxartdım. Bunu onun içindən çıxardıram. Arxa qanadından götürdüm. Çıkarttım. 3 arka kanadından götürdüm. 4 arka kanadından götürdüm. 5 arka kanadından gördüğünüz gibi sümbül formasındadır. Götürdüm. 6
götürdüm. Ve götürdüm. 8. 8'ini toxudum ve gəlirəm. Bir daha başına doluyuram. Normal qaydada necə toxumuşduqsa elə. Deməli sümbüldür. Sümbülün içindən çıxardı. Deməli götürdü. İkisinin içindən başına doluyuram. Götürdüm. İkisinin içindən çıxardıram. Başına doluyuram. Götürdüm. Başına doladım. Götürdüm. Sümbül formasında da götürürüm ve çıxardıram. Götürdüm. Arka kanadından götürürüm. Formada götürürüm. Deməli bu formada bunu biz sona qədər bir də gedirik. Deməli bunu bu formada sona qədər toxuyum. Bu başa gələnə qədər toxuyum. Adi qaydada deməli başına doluyuram. Deməli gördüyünüz kimi sümbüldür. Sümbülün arxa qanadına tərəf götürdüm. Və bu ikisinin içindən çıxardıram. Götürdüm. Gördüyünüz kimi sümbüldür. Götürdüm. Bunu deməli dibindən yox, sümbülün içindən çıxardıram. Ben götürdüm. Arxa qanadını götürdüm. Bunun ikisini içindən çıxardıram. Bir dənəni doladım başına. Gördüyünüz kimi bu sümbülün içindən salıram. 3 oldu. Üçüncünü bu ikisinin içindən bu formada çıxardıram. Sümbülün içindən saldım. Götürdüm. Bunu bu ikisinin içinden çıkardıram. Götürdüm. Bunu bu ikisinin içinden çıkardıram. Bu formada ta başa gələnə qədər topu göstərib, başda necə geri qayıtmaq lazımdır, bir daha onu da göstərib devam edeyik. Deməli, mən papağı toxudum. Sonlarını birlikdə sizinlə birlikdə toxuyuram. Deməli, bu formada toxuyuruq.
Gəldik sona çatdıq. Başına doluyuruq. Götürürük. Bu birini ikisinin içindən çıxardırıq. Bir daha başına doluyuruq. En sonda her iki kanadını götürürəm ki boş olmasın. Deməli, hər iki kanadını formada götürdüm və içindən çıxardıram bu formada. Bu formada götürdüm. Deməli, bunu bu bir kanadını içindən bu formada çıxartdım. Bunu da deməli bir daha göstərim. Bunu bu kanadının içindən bu formada çıxartdım. Belə. İndi bir kənarını toxuyuruq. Deməli, kənarını toxumaq üçün belə eləyirik. Buradan götürürəm. Kanadından götürürəm. Və bu kanadından götürürəm. Bu formada. Buradan çıxartdım. Və bunu da içindən çıxardıram. İstəsəniz, deməli, milçə ilə də toxuya bilərsiniz. İstəsəniz, iğnə ilə də, iğnə vasitəsilə də kənarlarını tikə bilərsiniz. Bu formada buradan da götürdüm. Deməli, dəqiqə bir buradan götürürəm. Bu kanadından bir de götürürəm. Bu kanadından çıxartdım. İkisinin içindən çıxartdım. Və bu formada bir daha bu kanattan qarşılıqlı şəkildə götürürəm. Bunların içindən çıxardıb, daha sonra bunun içindən çıxardıram. Bir daha bu kanattan ilmələrin sayı beraber olduğuna göre deməli burada da say tamamıyla eyni olacaqdır. Çıxartdıq bu formada. Buradan ve buradan çıxartdım bu formada. Deməli bu formada ta başa çatana qədər toxuyuruq. Bu şəkildə. Gördüğünüz gibi bu formada. Deməli, ta başına çatana qədər, bura qədər bu formada. Bu formada toxuyuruq. Ve tam başa çatanda baş tərəfini necə yığmaq lazımdır. Deməli, onu göstərəcəm sizə. Bu formada. Bu formada. Deməli, ve gördüğünüz kimi bu toxunuşdan hiçbir fərqi yoxdur. İstəsəniz bunu düz üzünə də istifadə edə bilərsiniz, istəsəniz tərs üzünə də. Bu şəkildə deməli
bir buradan almaqla sona qədər bu şəkildə toxuyuruq. Sona çatanda deməli davam elətdiririk. Sona qədər gedək və birlikdə davam eləyək. Deməli gəldik, başa çatdıq. Tam başa qədər elədim. Bu şəkildə deməli daha sonra xanımlar, deməli mən iğnəyə keçirdim bu şəkildə. Deməli iğnəyə keçirdim. İndi bunun baş tərəfi biz yığmalıyıq ki bu formada deməli formada yığıram, tikirəm. Bu formada yığılır baş hissəsindən. Belə çalışın ki belə sonda belə yığırıq. Ta başına qədər elə bil ki götürürük. Formada tam baş hissələrindən götürürük.
Belə. Bu şekilde. Geldik, sona çattık. Formada deməli bu formada tikdim, yırttım. Daha sonra bu şekilde bunun bu iki kenarını evvel bu şekilde düğünlüyük. Şimdi tiktiğimiz yeri, bu tiktiğim ip değil. Bu burada bitirdiğim ipti. Evvel bitirdiğim ipti. Daha sonra bunu belə toplayıram. Ve gördüğünüz gibi yığıram. Tam şekilde. Böyle topluyorum. Daha sonra bunu dikerik. Tam şekilde böyle eləyib. Deməli bunu tam şekilde sıxıram. Daha sonra deməli bunun bu hissəsini tikirəm.
bir burada çəkirəm. Daha sonra ben keçirdirəm. Bu formada bunu tam şekilde yığdım. Böyle. Gördüğünüz gibi tam şekilde yığıldı. Daha sonra bu ipleri, artık ipleri burada kesip çıxardırıq. Deməli, bu formada gördüğünüz gibi papağımız hazırdır. Bu formada. Böyle. Daha sonra deməli bunu keçirməliyik. Nəyə? Su. Deməli buradan salırıq burada tam ortasından ve ya iğneyle ya milçeyle geçirdirik içeri tarafa. Bunu içeri salırıq ve gördüğünüz gibi saldım içeri ve içeride deməli tikdiyim bu ipi keçirdirəm buna. Ve bunu eləyirik ki, məsələn, istəməyən vaxt biz bunu deməli buradan çıxarda bilərik. İstəyəndə çıxardıb, məsələn, bunsuz da istifadə eləyə bilərik. Bunu elə formada burada altda bənd eləyirik ki, istədiyimiz vaxt çıxardırıq və istədiyimiz vaxt üstünə taqa bilirik. Deməli, bu formada papağımız hazırdır. Deməli, xanımlar, mən uşaq üçün toxuduğuma görə yeni doğmuş uşaqdan 1 yaş yaşayan uşağa qədər bunu qoya bilər. İndi mənə lazım olan ölçüdə toxudum. Deməli, siz bunu daha böyük toxuya bilərsiniz, daha kiçik. Onu ölçünü bilmək üçün deməli uşağın başının dairəsini ölçürsüz. O dairənin ölçüsünə uyğun da deməli papağınızı toxuyursunuz. Deməli, beləliklə işimiz sona çatdı. Əgər əl işimi bəyəndinizsə, abunə olmağı, bəyənməyi unutmayın. Əgər abunə olsanız, əl işlərimdən ilk olaraq sizin xəbəriniz olacaqdır. Əlavə də
izah etməyimi istəsəniz, hər hansı bir sualınız olsa, deməli sual verərsiniz. Mən məmnuniyyətlə sizə cavablandıraram. Bir işimizin daha sonuna gəlib çatdıq. Hələlik yeni əl işlərimizdə görüşmək ümidi ilə görüşənədək.